Bismillahirrahmanirrahim. İnnelhamdülillahi nahmeduhu ve nesta'inuhu ve nestağfiruhu ve na'udzu billahi min şururi enfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille lahu ve men yudlil fela hadiye lahu ve eşhedü en la ilahe illallah vahdehu la şerike lahu ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Elhamdülillahillezî radiyel İslam lil mu'minîne dînen ve nasabel edillete ala sahhatihi ve beyyene tebine ve garaset tevhid fi kulûbihim fe esmara bi ihlas funune ve a'anahum ala ta'ati hidayetin minhu ve kefa bi rabbike hadiyen ve ma'in. Allahümme salli ala Muhammedin ve ala ali Muhammed kema salleyte ala İbrahim ve ala ali İbrahim inneke hamidun mecid ve barik ala Muhammedin ve ala ali Muhammed kema barakte ala İbrahim inneke hamidun mecid. Değerli kardeşler, bugün dersimiz Allah'ın izniyle Şerh Mesail Cahiliye kitabındadır. Bugünkü mesele El-Mesel Rabi ve Semanun 84. meseledir ki burada deyir ki teqarrubuhum ilallah bizzebh indel kubur. Cahiliye ehli Allah'a yaxınlaşmaq məqsədi ilə qəbir başında qurban kəsərdilər. Allah'a yaxınlaşmaq məqsədi ilə müəyyən özlərinin nəzdində, özlərinin fikrində, özlərinin əzəmətləşdirdiyi, dəyər qıldığı kimsələrin yanında, onun qəbrin başı ucunda Allah'a yaxınlaşmaq məqsədi ilə qurban kəsərdilər. Görürsən, bu bizim dinimizə müvafiq olan bir əməl yoxsa deyildir. Yəqulu şərih Qalallahu Teala, yəni bunların bu cavabına, bu əməlinə qarşı olaraqdan Allah Teala nə deyir? Deyir ki, "Fasalli li rabbike vanhar." Rəbbin üçün namaz qıl və qurban kəs. Deməli burada bizə Allah Teala bildirmək istəyir ki, istər namaz olsun, istər dua olsun, istər bu qurban olsun və s. bunlar hamısı Allah üçün olmalıdır. Sırf Allah üçün olmalıdır. Bu Allah üçün olan əməllərdə kiminsə yanına gedib, hansı bir vasitələrdən, şəriətin vasitə qılmadığı və yaxud da vəsilə qılmadığı bir işlərlə Allah'a yaxınlaşmaq icazəli deyildir, caiz deyildir. Bir başqa ayədə Allah Teala buyurur ki, "Qul inneni hadani rabbi ila sıratin mustaqimin dinen qiyamen milleti İbrahim hanif ve ma kana minel müşrikin. Qul inna salati ve nusuki ve mahyaya ve mamati lillahi rabbil alamin." diye Allah Teala En'am suresinin 161. ayədə buyurur ki, "Qul inneni hadani rabbi ila sıratin mustaqim." De, həqiqətən məni doğru yola, yəni möhkəm doğru yola yönəldən Allah Teala'dır. Həmçinin milleti İbrahim hanifen, Hanif İbrahim'in dinine. Və mə kânə minəl müşrikin. İbrahim də deyir, müşriklərdən deyil idi. Deməli burada Allah Teala əvvəli bildirdi ki, Allah Teala'dır hidayəti yönələn. Həmçində hidayət deyil, millət İbrahim aleyhissalamın hənif, yəni şirkdən uzaq olan dininə və İbrahim aleyhissalam da şirk qoşanlardan, yəni müşriklərdən deyil idi. Sonra Allah Teala deyir ki, de, mənim namazım da, qurbanım da, yaşamağım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. Burada Allah Teala müəyyən bir əməllər, məsələn namazı və həmçində qurbanı və həmçinin yaşamaq və ölümü də Allah Teala bildirdi ki, yəni bu ibadət adı altında olan hər bir əməl lazımdır ki, biz müsəlmanlar tərəfindən bunu biz sırf Allah'a xəss edək. İstər qurban kəsmək olsun, istər namazımız olsun və ya başqa bu kimi ibadətlər olsun. Bunu biz yalnız Allah üçün etməliyik. Lakin cahiliyə əhli buna müxalif olmuşdular. Onlar Allah'a yaxınlaşmaq məqsədi ilə adı altında özlərinin, öz nəzmlərində, öz dəyərlərində əzəmətləşdirdiyi, dəyərləndirdiyi kimsələrə yanında heyvan kəsərdilər. Ki biz bunların yanında Allah'a yaxınlaşırıq. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm bu əməlin caiz olmasına nə feyli, nə sözü, nə də ki onu görmüş kimsələrin nə sözü, nə feyli müvafiq olmamışdır. Bunun üçün dinimiz bu kimi şeylərə şirkə vəsilə olduğundan bunu bir mənalı olaraqdan bu qapını bağlamışdır. Yəqulu şərih fəzzəbuhu ibadətun lillah. Yəni bu ayədən bəlli olur ki, yəni mövzumuzun da dərsimizdə mövzu bundan ibarətdir ki, Allah'tan gerisi üçün qurban kəsmək. Fəzzəbuhu ibadətun lillah. Burada Allah Teala bildirdi ki, namazda, qurban da ibadətdir və bu ibadət də sırf Allah'a xaslaşdırılmalıdır. Vəzzəbhu indəl qubur. Qəbir, hər hansı bir qəbir yanında heyvan kəsmək. İzə kənə təzimən ləhə fəhədə şirkun əkbar. Burada iki qismə bölünür. Əgər o sahibi üçün kəsilirsə və ona təzim, hörmət, şərəf adı altında
o qəbir sahibinə yaxınlaşmaq, şərəf, təzim adı altında kəsilirsə, bu böyük şirk adlanır. Yox, əgər o insan Allaha, yəni o insanın yanında qurban kəsilir, o qəbir yanında. Lakin Allaha təzim, Allaha yaxınlaşmaq məqsədi ilə bu isə وَلَكِنَّ فِعْلُهُ عِنْدَ الْقُبُورِ يَظُنُّ أَنَّهُ مَشْرُوعٌ və bunun da yəni şəriətimiz tərəfindən icazəli olduğunu bilir. Bu da deyir ki, bidətdir və şirkə bir vasitədir, vəsilədir. Yəni şirkə aparacaq. Özü əslində bu bidətdir, yəni yenilikdir. Peyğəmbər sallallahu aleyhi və səlləm Allaha yaxınlaşmaq məqsədi altında heç bir kimsənin, yəni salih bir kimsənin, yəni əvvəlki peyğəmbərlərdən qalmış qalıqların yanına gedərək, onların qəbirlər yanına gedərək Allah Taala'ya yaxınlaşmaq məqsədilə belə bir əməl etməmişdir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm dünyası köçdükdən sonra bunu edən kimsələr də biz dəlil istəyirik ki, çünki ibadət etmək üçün müəyyən bir ona dəlil olmalıdır. Bu da bidət adlanır, yəni yenilik adlanır dilimizdə və həmçində bu şirkə bir vəsilədir, yəni səni şirkə aparacaq bir vasitədir. فَلَا يَجُوزُ ذَبْحُ عِنْدَ الْقُبُورِ حَتَّى لَوْ كَانَ الذَّابِحُ لَا يَعْتَقِدُ فِي الْقُبُورِ إِنَّمَا يَذْبَحُ لِلَّهِ. Yəni fərq etməz. Onu kəsən adam qəbir üçün olmasa belə, etiqadı olmasa belə, yəni o qıraqdan baxdıqda, yəni sanki qıraqdan baxan elə bilər ki, sən o qəbir üçün kəsirsən. Bu kəsəndə bu niyyət olmasa belə, qıraqdan pis görünürsə, həm də şəriəti müxalif olduğundan dolayı bu əməli etmək icazəli deyildir. لِأَنَّهُ إِذَا اِعْتَادَ النَّاسِ الذَّبْحِ عِنْدَ الْقُبُورِ آلَ هَذَا إِلَى عِبَادَةِ دُونِ اللّٰهِ عَزَّ وَجَلَّ. Əgər insanlar, əvvəlki mövzuda nə demişdik? Şeytan birbaşa insanlara şirki təlqin etmir. Şirki sirayət etdirmir insanlara. Az-az, cuzi, birbaşa şəkil çəkir, heykəl qurdur, ondan sonra. Bu, əgər şəriətimiz bu əmələ icazə vermiş olsaydı, bu gələcək nəsillərə ötürülərək sonda Allahdan qeyrisini ibadət edilməsini gəlib çıxarta bilərdi. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləmin bunu qadağan etməsindəki məqsədi gələcək nəsillərə din, salamat, safi şəkildə ona heç bir qatqı olmadan çatsın. Çünki bu belə baxdıqda arif kimsələr, alim kimsələr, adi kimsələr nisbətdə adi kimsələr bir şeyin zahirini görür, daxilini ancaq oxuduq, öyrəndikdən sonra o da bacarsa, lakin arif kimsələr, alim kimsələr oxuduqdan sonra o qənaətə gəlir ki, bu əməl edilərsə, onun sonra da gələcək fəsadlar isə böyükdür. Bundan dolayı onu bir dəfəlik deyirlər ki, hər hansı bir ibadət dinimizə buyurulmayıb. İnsanlar xoş görsələr belə, şəriətimizə müxalif olduğundan dolayı bu əməli biz qəbul edə bilmərik. وَكَذَلِكَ ذَبْحُ لِلْجِنِّ اتِّقَاءِ شَرِّهِمْ أَوْ لِلْعِلَاجِ. Həmçinin bununla daxil ola bilər ki, yəni Allahdan gerisinə kəsilməyə daxil ola bilər. Cinlərin şərrindən və yaxud da ki, bir müalicənin əldə edilməsi üçün cinlər üçün kəsilməsi. Bu da həmçinin icazəli kəsilən qurbanlardan deyil. Çünki ibadətdirsə, əgər ibadət adı verilirsə Allah Teala, o Allah üçün olmalıdır, sırf Allah üçün olmalıdır. Ola heç bir qatqı olmamalıdır. Məsələn, ola bilər ki, müəyyən bir kimsə cin musallat olub, o cini səndən uzaqlaşdırması üçün və ya müəyyən bir xəstəlik var, onu səndən uzaqlaşdırması üçün deyirlər ki, onun üçün bir nəzir etməlisən, onun üçün bir heyvan kəsməlisən. Bu da dinimiz tərəfindən icazəli qurbanlardan sayılır. Və hədə şirkul billah. Bu da deyir ki, şirk sayılır. Allah Teala'ya ibadətdə hər hansı bir vasitədən ortaq qoşmaq sayılır. Amma ki, icazəli kəsilməyə gəldikdə isə və əmmə əzzəbhü lil-əkil, yemək üçün kəsilən hər hansı bir heyvan olsun, bu icazəlidir. Əv əzzəbhü l-ikramid-dayf və yəzkuru aleyhi ismullah. Qonağın gəlib, uzaqdan qonağın gəlib və yaxud ki, içindən keçib ki, yığırsan qardaşı, qohum əqrabanı, birinci öz ev əhlini, sonra qohum əqraba, sonra qardaşlar və ki, onların və yaxud qonaq gəlib, uzaqdan qonaq gəlib, bunlar üçün o gəldikdə heyvan kəsib onu təqdim etməyin. Bu bəzən insanlar deyir ki, bu axı mən bunu Allah üçün, onun üçün etdim. Yox, bu icazəli. O ikram-ı dayf deyirlər. Gələn qonağa bir ikram deyirlər. Bu icazəlidir. Allahın adını çəkir. Bu yəni qurbanın, heyvanın bu formada kəsilməsi icazəlidir. Çünki bu ibadət deyil, bu adətdir. Adət də niyyətlərlə ibadətə çevrilə bilir. Və əmmə zəbhül udhəli və zəbhül əqi və zəbhülləzi yəqsudu bihil ibadə, istər qurban olsun, istər əqiq olsun,
və yaxud da ki, ibadət məqsədi ilə kəsilən, niyyətlənən heç bir heyvan Allahdan qeyrisinə yönəldilməz. Çünki bunlar əslində Allaha ibadət adı ilə kəsilən heyvanlardır. Fəhədə ibadətun lillah. Bu Allaha aid olan ibadətidir. Biz bunu Allahdan qeyrisinə yönəldə bilmərik. Və la yuzbahu lil məxluqa. Hər hansı bir kimsə olsun. Ona təzim adı altında heç bir heyvan kəsilməsi icazəli deyil. Sonra gələn məsələ, əl-məsədu xamisə və sədisə və təmənu 85-86-cı məsələ. İhtifadun bi əthəri muazzamin. Cahili əhli böyüklərin qalıqlarını, yadigarlarını quruyardılar. Ki onlardan kəramət umardılar, onlardan bərəkət umardılar. Böyüklərin, yəni deyək ki, əzadəganların və yaxud da ki, onların qəbilənin başçılarının və s. Yəqulu musannif, ət-təbərruku bi əthəril muazzamin. Böyüklərin qalıqları ilə təbərrük etmək. Təbərrük dedik ki, ondan bərəkət ummaq. Məsələn, deyirsən ki, bu ev filan şeyxin evidir. Və o evi daima, o evi sökülmür artıq o ev. O ev necə varsa elə qalır. Bəzən illər keçir, hətta türbəyə çevrilir. Ondan insanlar onu gəlirlər, onu ziyarət edirlər, hətta ondan nə edirlər? Bərəkət umurlar. Bu da icazəli deyildir. Kədəri nədvə. Bunu misal çəkir musannif. Kədəri nədvə. Nədvə evi kimi. Bu nədvə nədir? Bu miladi 460-cı ildə Qus ibn Kiləb adlı bir kimsə bunu təsis etmişdir. Bu evi Kəbənin yaxınlığındadır. O vaxt onu təsis etmişdir ki, bu nə məqsədlə işləyirdi? Yəni o vaxt deyək ki, belə nə deyək ona, indiki zamanımızda, yəni deyək ki, milli məclis kimi də. Orada qərarlar verirlər, oranın başçıları var idi, onların böyükləri var idi. Ola deyək, belə deyək, bizim dildə ağsaqqallar yığılardı. Müharibəyə hazırlaşmaqdır və yaxud ki, səfərə çıxılmadır və s. Bu kimi işlər orada məsləhətləşib, ondan sonra hər kəs öz mənzilinə gedərdi. Bu dərun nədvə. Sonra cahiliyyə dövründə bu inkişaf etdi, bu böyüdü. Onların sahibləri dünyadan köçdükdən sonra onu başladı nə eləməyə? Onu təzim etməyə, onu Qureyşin səxavətlisi adlandırdılar onu. Yəni Qureyşin bərəkətli yerə adlandırdılar onu. Bunu Şeyx Musannif burada bunu misal çəkirdi ki, yəni kədəri nədvə kimi. Və iftixaru mən kənət təhtə yedihi bidərik. Və o dərun nədvanın işçilərindəndir, nə edirlər? İnsanlar onunla fəxirlənərdilər. Mesela mənim nəslimdə, yoxdur mənim əcdadımda filan kəslər orada işləyiblər. Orada müəyyən bir iş sahibi, sənət sahibi olurlar. Bunlar ondan fəxirlənərdilər, öyünərdilər. Və həmin bu nədir? Bunu təbarrük edirlər ki, filan yerdə. Kəmə qeylət, bunu həmçində buna misal olaraqdan, fəxr etməsinə misal olaraqdan ki, kəmə qeylə Həkim ibn Hizam adlı sahabə o evi alır. Sonra onu satır, onu satır bunu. Həkim ibn Hizam onu satır. Ona deyilir ki, bi'tə məkramətə Qureyş. Sən deyir ki, Qureyşin səxavətini satdın deyir. Sən Qureyşin səxavətini satdın. Fəqalə zəhəbətil məkanimu illə bit-təqva. Təqvadan başqa yerdə qalan hər bir səxavət, kiram yox oldu, getdi. Yalnız təqva qaldı. Aydındır. Dərun Nədvədə bunu da miladi təqvimi ilə 894 və Hicri 281-ci illərdə bunu Xəlifətil Əbbasi Əl-Mu'tədid billah onu haramın, Məscid-i Haramın genişlətməsi məqsədilə onu silir, onu yox edir. Onu yıxıb gedir. Ondan sonra da o yer üzərindən silinir. Çünki o vaxtı yəni o Müsəlman Peyğəmbər sallallahu aleyhi və səlləmin Peyğəmbərlik verildikdə orada məsləhətləşirlər. Biz Peyğəmbəri nə edək? Həmən ki o evdə məsləhətləşirlər. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm risalə gəldikdə, Peyğəmbərliklə gəldikdə onlar məsləhətləşir, biz bunu edək. O həmən ki o evdə qərar verilmişdi ki, o qərarlardan biri buydu ki, Peyğəmbər sallallahu aleyhi və səlləmi biz onunla olan bütün yolları kəsək. İnsanları ona qarşı qışqırdaq, insanları və yaxud ona qarşı olan ticarət və s. bu hər bir şeyi kəsək ondan. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləmin Mədinə hicrəti də
yəni Peyğəmbər Məkkədən Məkkəyə hicrət etməsi də, yəni onlardan qaçması da elə oradakı məsləhətdən sonra olmuşdu. Yəni Peyğəmbərimizin əleyhinə orada bir çox məşvərələr orada qurulmuşdu. Sonra yəni, o yer üzərindən silinir. Yəqulu şərih تعظيم آثار معظم العلماء أو من ملوك أو من رؤساء بأن تحيى هذه الآثار وترمم وتصان وهذا العمل وسيلة من وسائل الشرك. Deyir ki, böyük kimsələrin, istər alimlər olsun, istər məliklər olsun, istər başçılar olsun, bunların həmən ki onlardan qalan qalıqları düzəltmək, onları islah etmək, onları qoruyub saxlamaq bu şirki aparan bir vəsilədir, vasitədir. Və hədə min dinil cahiliyyə və bu da cahili əhlinin dinlərindən, onların getdiyi yollardan sayılır. Li'annahu ya'ti cilun fīmə ba'd və yəquluna əv yəqulu lehumuş-şeytan. Onlardan sonra gələn nəsillər deyərlər və yaxud da şeytan ona vəsvəsə vasitəsilə onlara çatdırar ki, İnnə əbəəkum kəmə İnnə əbəəkum məhtəfəzu bihədi əthər illə li'ənə fiyyə bərəkətun fīmə xeyr. Sizin sizdən əvvəlki kimsələr öldükdən sonra sizin atalarınız, onların qalıqlarının qorumasındakı məqsəd, dediyim kimi, bu həm belə Darun Nədva kimi siyasi bir məntəqə də ola bilər və yaxud da ki, alimin evi də ola bilər və ya hansı bir kimsənin yeri də ola bilər. Bu fərq etməz. Bu hər hansı bir ola bilər. Ki, sizdən əvvəlki kimsələr onların qorunmasında, o yerləri qorunmasında, sökməməsində, onları daima islah etməsində məqsəd onlardan o yerlərdə bərəkətin və ya ki, ondan bərəkət umması məqsədi ilədir. Şeytan insanlara belə, yəni sonra gələn nəsillərə belə bir vəsvəsə verir. Fəyə'budunəhə min dunillah. Bundan sonra insanlar başlayarlar Allahdan qeyrisinə, yəni Allahdan başqası olaraq orada Allah'a olan ibadeti başkasını yönetmeye, sahibine. Li'annel cilel evvel heyye lehumul esbab. Çünkü birinci neslə o səbəblər oca asanlaşdırılmışdı. Ondan sonra gələn nəsil isə kəmə fəalə şeytan mə qavmu Nuh ləmmə əmrəhum bit-tasfini salih. Necə ki, Nuh aleyhissalamın dövründə, Nuh aleyhissalamın ondan əvvəlki dövrdə qalan salih kimsələrə bu şeytan gəlib vəsvəsə verdiyi kimi, çünki ilk onlara birbaşa filan salih kimsələr var, onlar filan yerlərdə bastırılıblar, onlar get ora qazın, çıxardın, birbaşa ona ibadət edin, şeytan heç vaxt deməz. Aydındır, vəsvəsə vasitəsilə. Onlara birinci onların şəkilləri təsvir olundu, şəkillərini çəkdilər, heykəllərini qurdular və ondan sonra gələn nəsil, gələcək nəsillər artıq onlardakı birinci nəslin elmi onlardan getdikcə artıq onlar özləri onu ibadət etməyə gətirib çıxardı. Ona görə bu kimi əməllərin təzim olunması, yəni bu da əgər varsa, əgər qorunursa, o da şəriətin nəzdində, nəzərində qorunmalıdır. İnsanlara açıq verən türbələr, insanlar açıq gəlib orada övlad istəyən var, uşağı istəyən var. Əlbəttə, yəni inkişaf getdikcə bilirsən ki, uşaq hansı vasitələ dünyaya gəlir, o kimi vasitələ heç uşaq dünyaya gələn şey deyil. Ona görə o kimi yerlərin insanlara açılması xeyirdən daha çox şərə. Bu müəyyən bir kimsələrin öz məqsəd yönlü istifadələrindən qaynaqlanır. Çünki orada maddiyyət umurlar. Lakin buna şəriətimiz əgər belə bir yerlər varsa, onu qorumalıdır. Və yəni insanlar onu özün bağlamalıdır ki, insanları özün buraxsan, çünki insan belə başıboş buraxsa, onlara yönəldən olmasa, ibadət etməyə bir yer axtarır. Kimə ibadət etsin? Daşa mı, ağaca mı? Onun üçün də Peyğəmbərlər bizə göndərilib və bizim bu ağlımızda olan ibadətləri nəyə, hara, kimə və hansı cür yönəldilməmizi Peyğəmbərlər bizə öyrətmişdir. Ona görə insan belə öz ağlına qalsa, gördüyü hər bir şey, hər bir böyük şeyə ibadət edir. Görsə, məsəl üçün, su onun üçün böyük birdir. İnsanlar faydalanır, təbiət faydalanır, daşqınlar verir. Bu əzəmətli bir şeydir. Onu ibadət edir. Müəyyən bir insanların gözündə günəş, işıq verir və s. Onu ibadət edir. Ay və s. Və insan daha gözəl, daha fikirlidir. Ona insanları başıboş buraxsan, nəyə gəldi yönələ, nəyə gəldi ibadət edir. Ona görə müəyyən bir kimsə olmalıdır. O kimsələr peyğəmbərlərdir və o da insanları nəyə ibadət etmək yolunu və kimə və hansı şəkildə onu Peyğəmbərlər öyrətmişdir. Ona görə ibadət etmək üçün sən gərək Peyğəmbərlərin buyruqlarını, əmrlərini yerinə yetirəsən. Əks halda peşman olacaqsan.
Naam. Fehum əssasu hada şey binnete salihə. Yəni o Nuh Aleyhisselam dövründəki ilk nəsil onu içində. İlk nəsil onlara ancaq yaxşı niyyətlərlə bildirmişdir. Sonra gələn nəsillər isə onların ilk nəslinin xeyrindən məhrum oldular, bilmədilər. Çünki olub ölüb getdi də. Aydındır. Sonra gələn nəsil isə onları ibadət etməyə başladılar. Sonra humullezine yuazzimun atharul ulama ve yuhafizun aleyha ve yasununhum thumma ta'abu min dunillah ve ala madal ba'id. Yəni uzun illər keçdikcə o yerlər insanlara açıq olsa, insanlar sonunda gəlib onlara həmin ki o məqsəd o yerlərdə bərəkət umurlar, ora gedib təbarruk edirlər, özünü sürtürlər, bədəni sürtürlər, uşaqlar aparıb sürtürlər, müəyyən bir daşlar yığırlar da, buradan daş aparıb ora sürtürlər. Bu nadanlıqdır, bu cahillikdən başqa bir şey deyil. Şəriət belə bir əməli bizə heç bir zaman buyurmuyub və əqlən və nəqlən bu mümkün deyil. Fələ yəqul qail ən-nasul ən ala, yəni heç bir kimsə deməsin ki, artıq indiki zamanımızda o yerlərin insanlara açmasında heç bir müşkilət yoxdur. Açın insanlara. O yerlər insanlar görsünlər. İstədiyi şəkildə onlar gedib ziyarət etsinlər. Çünki insanlarımız hal-hazırda hər bir kimsə tövhid çatıb. Belə demək icazəli deyil. Nəqul onlara deyilir ki, bu sözü deyən kimsələrə la yuqtasarun nazaru alal vaqtil hadir. Deyir ki, heç vaxt deyir, biz insanların indiki halına baxaraqdan hökm verə bilmərik. Ona qapı insanlara aça bilmərik. Və innəmə yecəbu nazir müstəqbəl. Gərək bir istiqbal fikirləşməliyik. İstiqbali fikirləşməliyik. Nəyə fikirləşməliyik? Gələcəyi fikirləşməliyik. İstiqbali fikirləşməliyik. Gələcəyi fikirləşməliyik. Ma'annal hadirinə la yu'manu aleyhim fitnət aydan. Həmçinin gələcək, yəni gələcək nəsillərə fikirləşməliyik. Bugün sən onu insanlara xeyir məqsədilə eləyə bilərsən. Lakin o cil getdikdən sonra, o nəsil getdikdən yeni nəsil bərbad ola bilər. Və yoxdur ki, sən olan insanların deyirsən ki, tövhid üzərindədir, bilirlər. Onların fitnəyə düşməməsindən heç kim əmin deyil. Çünki Peyğəmbərimiz nə deyib? Qiyamətə yaxın deyir. İnsan deyir, mömin olaraqdan gecəliyər, kafir olaraqdan sabahlayar. Və əksi. İnsanın dinini deyir, dünyalıq bir mənfəətə görə dinini satar. Nə qədər çox misallar var. Gözüm hər gün bunu eşidirik. Nəam. Lakinnəl müstəqbəl əşədd. Fələ yəcuzul inəd bi hədil əthar. Və mə hələkətil umam illə bimithli hədi. Yəni bizdən əvvəlki və ya biz də onlardan olsaydıq deyir, insanlar ən çox həlak edən vasitələrdən birisi onlardan əvvəlki nəsillərdə olan alimlərin, uləmaların, salih kimsələrin, məbədlərin tikilməsi və s. Çünki bunlar birbaşa Peyğəmbər sallallahu aleyhi və səlləm gətirdiyi həqiqi risaləyə qarşıdır. Və zəkərə şeyxu şahidən izək innə dəru nədvə fi Məkkə. Dəru nədvə, bu da misal çəkdi ki, dəru nədvə, hansı o Məkkədə hiyə, Məkkən üçdən fihi əkəbiru Qureyş. Deyək ki, orada Qureyşin böyük kimsələri, zadəganları, şərəfli kimsələri, deyək ki, önünə gedən kimsələr orada əyləşmişlər, orada qərar verirdilər. Litəşəvuru fi umurul muhimmə. Yəni, mühüm insanlar barəsində mühüm işləri onlar orada qərar verərdilər. Fələmmə cəil İslam və zələtil cəhiliyyə. İslam gəldi, cahillik aradan qalxdı. Bəqiyə məbnə dərin nədvə. Ələ hali ilə vaxtı Muaviyyə radiyallahu anhu. Deyir ki, daha İslam gəldikdən, cahillik aradan çıxdıqdan sonra ta deyir, bu Muaviyyə radiyallahu anhu gələnə kimi o ev qalmağını davam etdi. Litəməlliku və intifa'u bi sükünəihə və təhvilihə an heyətihə. Yəni insanlar öz heyətini, öz quruluşu dəyişə-dəyişə, yəni gəl o vaxta kimi davam etdi. Fəştərə hədə dər min Həkim ibn Hizam radiyallahu anhu. Bu evi Həkim ibn Hizam alır. Fəştərə hədə dər, hədihi dərə fəştərə nəm min Həkim ibn Hizam hədə dər, fəştərə hədə dər min Həkim ibn Hizam radiyallahu anhu. Bunu alır. Fələmən nəsu Həkimin satır bunu. Həkim ibn Hizam bunu satır. Və insanlar onu satdığına görə qınayırlar. Ne üçün oranı satırsan deyirlər. Və deyirlər ki, qalu limə bi'tə hədəl əsəru min əsəl əsləfinə. Həkim ibn Hizam onu almır, yəni onu satır. Ki, kimlərsə satır onu.
İnsan bunu nə üçün satırsan? Çünki deyir, bizdən əvvəlki nəsillərin, əcdadlarımızın bizə qoyduğu tarixi bir məkan idi. Nə üçün onu satırsan? İnsanlar onu qınamaya başlayırlar. Sonra deyir ki, bi'tə məkraməti Qureyş. Qureyşin səxavətini, kəramətini satdın deyirlər. Qala radiyallahu anhu və radiyallahu anhu Həkim ibn Hizam deyir ki ona, zəhəbədi məkim illə təqva. Zəhəbədi məkarimi illə təqva. Təqvadan başqa yerdə qalan hər bir şey yox oldu. Bu da deyir ki, bu sözünə deyir, Allah Teala'nın bu ayəsindən götürülmüşdür ki, İnne əkramakum indallahi etqakum. Yəni, kim istən ol, Qureyşin ən zadəganı ol, hər bir sahibi, nə istəyirsən, tərəzi Allah qatında İnne əkramakum indallahi etqakum. Allah yanında ən təqvalı olanınız, ən şərəfli olanınız, hansı bir qəbilə sahibi, hansı bir nəsil sahibi yox, Allahdan ən çox qorxanınızdır. Yəni, ən dəyərli kimsə Allah dərgahında Allahdan ən çox qorxan kimsədir. Bu da həmən ki, bu Həkim Hüsəmdən onlara qarşı çox möhkəm, onlara sarsıdıcı, yarıb keçəcək bir dəlil idi. Çünki o da bəsirət sahibi və İslamın, dinin nuru olan bir kimsədir ki, onları bu sözü ilə yıxdı. Fədəllə alə ənəhu lə yəcuzul ihtifaz bi əsəril qədimə. Yəni, bu da ona dəlildir ki, köhnələrin qaldığı yerləri saxlamaq, oraya ibadəti çevirmək icazəlidir. Yəni, hədir yəul ilə şirk. Çünki gələcəkdə bu şirkət yönə bilər. Bundan dolayı bu kimi məsələləri biz gələk Peyğəmbər sallallahu aleyhi və səlləm bizə buyuraqdığının arxasınca gedək. Allah təala bizə eşitib faydalardan etsin və sallallahu alə nəbiyyinə Muhammed və alə alihi və sahbihi və səlləm.